Əsədov Elçin İbadullahoğlu, Füzuli rayon Tarix Yaşamışlıq Muzeyinin direktoru. Füzuli rayonun Bala Bəhmənli kənd şəhidləri haqqında danışmamızdan əvvəl ümumi məlumat verərdim ki, Füzuli rayonu ərazisində 76 nəfər igidimiz şəhid olmuşdur. Və bu rayon şəhidlərinin içində ən çox şəhid verən kənd Bala Bəhmənli kəndidir ki, 11 nəfər qəhrəman igidi bu Vətən müharibəsi dövründə şəhid olmuşdur. Rəşad nə ilə fərqlənirdi? Mən belə deyərdim. Rəşad döyüşdə bir neçə missiyanı yerinə yetirirdi. O həm sürücü kimi iştirak edirdi, həm döyüşçü kimi səngərdə öz əskər yoldaşları ilə bir də döyüşürdü. Ən çox medal alan kəndimizdə şəhidlərdən biri də Rəşaddır. Rəşad bu 44 günlük müharibə ərzində 4 medal almışdı. Vətən uğrunda, Füzuli rayonunun azad olunması uğrunda, Xocabənd uğrunda və Şuşanın azad olunması uğrunda deməli medallarla tərtib olunmuşdu. Rəşad hər bir bacarığını döyüşdə yerinə yetirirdi. Əvvəl Füzuli istiqamətində döyüşdü. Hadrutun alınması, Xocabənd istiqamətinin döyüşlərdə, sonra isə Şuşa istiqamətində döyüşlərdə iştirak etdi. Ön cəbhənin deməli, texnikalarla ön cəbhənin təminatında, hərbi sursatlarla təmin edilməsində Rəşadın böyük kömək olmuşdu. Bax, biz bilirik ki, bu günləri Şuşaya, qələbəyə aparan hər bir yolda, hər bir şəhidimizin qanına 1 metr düşür, 1 metr ərazi düşür. Və bu günləri çox xoşxaldır ki, Rəşadın azad etdiyi Şuşaya qədər o yollarda Rəşadın atası həmin yerin texnikalarla qorxusuz, ürksüz yol çəkir. O qələbəyə aparan, o zəfər yolunun böyük deməli bu yolların çəkilişinin iştirakçısıdır. Yəni dünənki şəhidlərimizin qanı bahasına o yollar açılmasaydı, bu günləri biz həmin yollara gedə bilməzdik. Belə bir tez-tez səslənən fikir var. Deyir, şəhidlər öz qapılarını bağladı, amma arxasından gələn minlərlə adamın qapısını açdı ki, Şuşaya gedən olsun, Xocabəndə gedən olsun, başqa Zəngilana, Qubadlıya, bütün yerlərə gedən olsun. Öz qapılarını bağladı. İgidlik də ondadır. Qəhrəmanlıq ondadır ki, özündən keçib başqalarına şərait yaradırsan. Rəşad çox qoçaq idi, çox həmişə anasının dediyi kimi də ona deyəndə ki, sənin sağ qayıtmağa dua edirəm. Həmişə deyərdi ki, mənim vətənin azad olunmasına dua edirəm. Çox qəhrəman, qoçaq olaydı. Mən də çox fəxr edirəm ki, belə bir mənim həm kəndlim, belə bir vətəndaşım, belə bir qohumum, yaxın qohumum bu cür qəhrəmanlardan biridir. Mənə də qismət oldu ki, kəndimin tarixini yazmaqla bərabər bu şəhidlərin haqqında da öz kitabımda geniş qeyd elədim. Mən çox fəxr edirəm ki, öz kəndçilərimin qəhrəmanlığı haqqında kitabda yazdım və bu kitabda bütün şəhidlər barədə, kəndi şəhidlər barədə, eyni zamanda Rəşad haqqında geniş məlumat verdim, onun qəhrəmanlığı haqqında burada bütün məlumatlar əks olunub. Kitab əldən ələ düşdü, hamı bunun eyni zamanda şəhidlərimizin hamısı haqqında məlumatları əldə elədilər və onlar bu qəhrəmanlığın necə bir çətin döyüş, necə bir çətinliklə başa gəlməsinin şahid oldu. Yeganə kəndlərdən biridir ki, döyüş vaxtı möhtərəm prezidentimiz bizim kənddə düşdü və cəmaatla görüşdü. Bu görüş bütün televiziya kanallarında, xarici mətbuatlara da qeyd ediləcək. Xalq öz şəhid versə belə, öz prezidentin necə qarşıladı, öz prezidentinə necə etimad göstərdi. Prezidentimizlə görüşdə 11 şəhid vermiş kəndin cəmaatı şəhidlərin belə unutdu. Çünki onların əməlləri
görükürdü. Azad olmuş torpaqlar vardı, azad olmuş ərazi vardı. Biri vardı, şəhid verəsən heç nəyə əldə etməyəsən, amma biraz şəhid verəsən və bununla sən azadlığa qovuşasan, minlərlə, yüz minlərlə əhalinin bu qapılarını açasan və onlara yaxşı şərait, torpaqlarını alıb özlərinə qaytarasan. Mən öz kəndçim, qohumum Rəşadla fəxr eləyirəm və onun qəhrəmanlığın çox yüksək qiymətdəndir. Sağ olsun, sağ olsun. Allah rəhmət eləsin bütün şəhidlərimizə eyni zamanda. Biz də sizə çox təşəkkür edirik ki, şəhidlərimizi belə unudulmaz yerdən etmişsiniz. Borcumuzdur. Biz də arzu edərdik ki, bütün Azərbaycan Respublikası üzrə sizin kimi elə yazısı var. Bütün şəhidlərimiz haqqında, bütün bölgələrdə, bütün şəhidlərimiz haqqında bu kitablar çap etsinlər və onları yaşatsınlar. Onu da deyim ki, bir dənə də bizim bir missiyanı keçirəcəyik. Vaxtaşırı olaraq bizim muzeydə şəhidlər haqqında məlumatlar, sənədlər toplanılıb və bunların gələcəkdə yubileyləri, il dönümləri, yubileyləri olduğu vaxtı biz rayon ictimaiyyətində həmin məclislərə, yubileylərə dəvət edəcəyik və eyni zamanda məktəbliləri də həmin tədbirlərdə iştirak edəcək və onlara vətənpərvərliyin necə olduğu, onlar vətən uğrunda hətta canından keçməyin nə qədər qiymətli olduğu, nə qədər bu qiymət daşıdığı öyrətmək, onlara vətənpərvərlik ruhunu aşılamaq üçün biz onları da muzeylərə dəvət edəcəyik və onların qəhrəmanlığının daimi yadda qalmağını, unudulmamağın üçün çalışacağıq. Kazımov Mərziyə Əhliman qızı. Rəşadın anasıyam, Kazımov Rəşadın anasıyam. Zəhmət olun şəhidimiz haqqında danışardınız. Mənim oğlum Kazımov Rəşad Nüsrətoğlu. Mənim oğlum yaxşı uşaq idi, vətənpərvər uşaq idi. Ha vaxt deyirdim ki, Rəşad gəl evə. Deyirdim, amma o torpaqları alınsın, sonra evə gələrəm. Balaların çox istəyirdi. Həmişə deyirdim ki, Allaha dua edirdim ki, Rəşad gəl evə. Deyirdim, amma qoy torpaqlar alınsın, sonra gələrəm. Hələ mənim ev vacib deyir, torpaq vacibdir. Qoy torpaq alınsın, sonra gələrəm uşaqlarımın içinə. Allaha şükür, torpaq alındı. Mən oğlumla, övladımla fəxr edirəm. Yaxşıdır, mən fəxr edirəm oğlumla. Mənim oğlum mənim başımla aşağı eləmədi. Oğlum şəhid oldu. Şəhid analarıma tövsəm odur ki, onların oğlanları torpaq yolunda şəhid olur. Onlar fəxr edilsin. Şəhid adı hər adama qismət olmur. Mən balamla fəxr edirəm. Oğlum şəhiddir. Axırıncı rahatını danışmışsınız. 3 gün olardı, ondan qabaq gəlmişdi. Gəldi, tələm-tələsik. Getdi. Dedim, nə olar, bir gün qal, dedi, yox mama, mən mütləq getməliyəm. Getdi, uşaqları ilə görüşdü, getdi. Arzusu oduydu ki, torpaqlarımız alınsın. Bir torpaq istəyirdi ki, torpaq alınsın. Deyirdim, gəl evə, deyirdi, ana yox, hər səhərdə onu dua edirdim ki, salamat gəl. Dedim, amma Allaha dua elə ki, mən torpaqlarımız alınsın, sonra gələrəm. Sağ olsun ölkə başçımız, prezidentimiz şəhidlərə yaxşı qiymət verir. Sağ olsun. Gənclərimizi tövsiyə edirəm ki, vətəni sevsinlər. Vətənə bağlı olsunlar, torpağına, Rəşad kimi oğlu olsunlar. Vətənə bağlı olsunlar. Mən oğlumdan fəxr edirəm. Qurban Nüsrətoğlu, Kazımov Rəşad qardaşıyam. Şəhid qardaşı olmaq, yəni əlbəttə gözəl bir hissdir. Yəni, mən özüm də hərbiçi olaraq mənim üçün fəxrdir. Yəni, hansısa, necə deyim, harasa gedirəmsə və yaxud da rayon olsun, şəhər olsun və yaxud da hansısa bir hərbisi olsun, gedirəmsə, oranın komandirləri və yaxud da hansısa bir yerə fərqi yoxdur, hara gedirəmsə, onlar məni gözəl qarşılayır. Niyə? Ona görə ki, çünki bilir ki, mən şəhid ailəsiyəm və qardaşım şəhid olub vətən uğrunda. Vətənpərvərlik hissi var idi onda, yəni ki, vətənə bağlı idi, yəni ki, necə deyim, o işdən çıxmağı belə heç vaxt fikirləşmirdi ki, işdən çıxam. Ancaq işləyirdi, döyüşlər zamanı da ki, yenə də onun kimi, hansı ki, döyüşlər zamanı komandiri belə ona icazə verirdi ki, ailəli olduğuna görə getsin evinə, bir günü o evinə belə gəlmirdi. Hansı ki,
olurdu, icazə verirdilər. Məsələn, ailələr 1 saatlıq, 2 saatlıq gedib evinə dəyib gəlsin. Amma o ona baxmayaraq gəlmirdi. Yəni ki, ancaq xidmətin davam edirdi. Ümumiyyətlə bu vətənpərvərlik, yəni ki, bu deməkdən deyil. Yəni ki, bu insanın necə deyim, yəni qanunda olan bir şeydir. Yəni ki, bugünkü gündə məsəl üçün qaqam yəni hərbiçi idi, vətən yolunda şəhid oldu. Məsəl üçün mən özüm də hərbiçiyəm və mən də yəni bununla fəxr edirəm ki, yəni ki, mən bir hərbiçi olaraq qardaşımla fəxr edirəm. Buradan cənab prezidentə və onun xanımı Mehriban Əliyevə, yəni ailəmiz adından təşəkkürümü bildirmək istəyərəm. Çünki şəhid ailələrinə diqqət və qayğısına görə tək bizim üçün yox, yəni bizim rayonumuz üçün ümumiyyətlə cəmi, necə deyim də, yəni şəhid ailələrinə ümumiyyətlə baxır. Yəni mən özüm də buna diqqət yetirirəm. Yəni bu barə bizim korpus komandirimiz cənab general mayor Mayis Bəxtudorov, yəni buradan çox dərin təşəkkürümü bildirirəm. Yəni ki, o yəni bəzilərinə fərqli olaraq demək olar ayda 4-5 dəfə gəlir şəhid ailələrini yoxlayır. Qardaşımın yoxluğu deyəndə qardaşım xeyr, qardaşım niyə ki, qardaşım var. Qardaşım bütün dünya tanıyır, bütün Azərbaycan tanıyır. Yəni qardaşım heç vaxt unudulası bir şey deyil. Düzdür, yəni hardasa məsəl üçün içində hardasa məsəl üçün istəyirsən, necə deyim, hər şey əvvəl kim olsun, amma olmuyor, yəni ki, həyat. Şəhid qardaşlarına, yaxınlarına nə tövsiyə edir? Və sənin kimi qardaşlarına şəhid vermiş şəhid qardaşlarına. Şəhidlik adın heç zaman, necə deyim, ucuzlaşdırmaq lazım deyil. Mənim qardaşım şəhid olub, yəni heç zaman mən onu dilimə gətirməmişəm. Yəni ki, Allahım şahid ki, heç zaman dilimə gətirməmişəm ki, mən şəhid qardaşım. Şəhid adını ucuzlaşdırmaq lazım deyil. Qoy bunu, necə deyim, bilən bilir. Qoy bunu ətrafındakılar sənə qardaşına görə hörmət qoysun və yaxud da başqa bir insanlar fərqi yoxdur. Kim olsun, qoy ətrafında olanlar sənə hörmət. Sən qardaş, yəni şəhid adından istifadə etmək, yəni necə deyim, indi valla baxıram, and olsun Allah ki, həqiqətən mənə pis təsir edir. Sosial şəbəkələrdə yəni izləyirəm, şəhid adından konkret yəni olaraq, yəni necə deyim, pis istifadə edirlər. Şəhid adını uzatmaq lazımdır. Ən azından vətən yolunda, torpaqlarımız yolunda şəhid olub və dinimiz yolunda, yəni ki, İmam Əli əleyhissalam, İmam Hüseyin əleyhissalamdan qalmadı bu şəhidlik. Bizim dinimizin sütunudur. Kazımova Leyla Oruç qızı, şəhid Kazımovun yoldaşıyam. Şəhid xanımı olmaq necə verirsiniz sizin üçün? Fərq edirəm mən yoldaşımla ki, şəhid olub. Ha vaxt deyirdi yerimizə gəl, deyirdi ki, yox, torpaq alınmayacaq. Bəzi şəhid xanımları var, mesela yoldaşı şəhid olduqdan sonra könüllü surətdə məsələn ailəni üstündə təşkil edir, qayıdır atası evində. Yox, mən iş var. Onlara məsələn də buradan nə demək istəyirsiniz? Necə tövsiyə edərdiniz? Heç nə, ailəsinin içində olmaq yaxşıdır. Mən yoldaşım deyirdi ki, heç vaxt elə anan tərəfə getmə. Mən də onun sözləri yerinə yetirəcəm. Heç vaxt getmərəm, elə sağlayacam ki, balalarımla fəxr etsin. Deyirdi ki, ancaq balalarımla müvayət ol. Qaynıma deyirdi ki, ancaq uşaqları sənə tapşırıram. Birdən onlar da müharibədir, bilmək olmur. Ancaq deyirdik, gəl evə gəlmə. Deyirdi, yox, torpaqlar alınmayınca qayıtmaram. Balalarına çox bağlıydı. Allah səbir versin hamımıza, Allah sizə dözüm versin inşallah. Hamımız sizin qarşınızda baş əyik. Çox sağ ol. Siz hamımızın anasısınız, şəhidimizin anasısınız, siz də. Biz hamımızın Azərbaycan Türkiye'nin
Onların hamısı sizin qardaşınızdır. Çox sağ olun. Nəcəfov Cahid şəhid Rəşadın yeznəsiyəm. Allah bütün cəmi şəhidlərimizə rəhmət eləsin. Onların yeri cənnətlikdir. Biz onlardan nə qədər danışsaq da azdır. Mənim dostlarım da şəhid olub, mənim qaynım da şəhiddir. Bu günləri biz balalarımıza, övladlarımıza elə bir tərbiyə verməliyik ki, onlar şəxsən mən öz adımdan götürərəm ki, şəxsən mənim də övladım dayısı kimi qorxmaz, vətən uğrunda canından hər an keçməyə hazır olsun. Döyüşün qızğın vaxtları idi, mənə zəng elədi ki, bəs get bizdən, mənim adaptırdı, bir də powerbank var idi, onları götür, gəl mənə, gətir mənə. Getdim, indiki bizim kənddən biraz o tərəfdə idi. Getdik, onunla görüşdük. Evdən bəzi azüqələr var idi, onlara apardıq, verdim. Mənə oradan bir bayraq verdi. O bayrağı mən hələ də indi də özümdə saxlayıram. Evdə bizdə bir küşdə durur. Qorxmaz, ürəkli oğlan idi. Allah rəhmət eləsin. Mən Məmmədov Tərlan, Füzuli rayonunun Balabəhməni sakiniyəm. Bugün gəlib əziyyət çəkdiyiniz, yad etdiyiniz şəhidimiz həm qonşumdur, həm də yaxın qohumumdur. Bu uşaqlar, belə deyək də, hamısı elə mənim əlimin altında böyüyəndilər. Bunlar uşaqlıqdan öz vətən pərvərliklərini göstərirdilər. Hardasa gəlib belə bir vəziyyət alınanda hamısı deyir, bax, büyünləri, o qardaşı da buradadır. Yəqin ki, ora nə bilim, görünmür qardaşı. Bunlar ikisi də orduya yazıldılar ki, biz torpağımızı azad etməliyik. Düzdür, indi müəyyən vaxtı olur ki, ata-ana biraz istənmir, yəni bala əzizdir, falandır. Amma bu uşaqlar ona baxmadılar. Getdilər, öz boşların necə lazımıdır verdilər. Məndən də qabaq Elçin müəllim danışdı, ətraflı. Füzuli rayonunun 76 şəhidi var. Bizim kənd, yəni Balabəhmənlinin də 11 dənə təzə şəhidi var. 2 şəhidimiz də birinci Qarabağ şəhididir. Allah hamısına rəhmət eləsin. Belə deyərəm də, bu ki, indi canından, qanından, balasından, ailəsindən keçib torpağımızı azad ediblər. Bax, sizin belə tez-tez gəlməyiniz o ailəyə bir dayaqdır, köməkdir, ruhdur. Yəni, olsa yaxşı olar, tez-tez. Yəni, eşitmək olar da dövlətimiz necə lazımdır, baxır. Məsələn, nə köməkli lazımdır, göstərir. Yəni, bunu arkada olanlar görəndə laf ürəklənirlər ki, bizdən sonrasına aləmiz qalsa da dövlətimiz var. Sağ olsun dövlətimizi. Nə deyərəm? Yəni, bütün şəhidlərimizə Allah rəhmət eləsin. Çəkil torpağımdan heylağı düşmən, mən şeytanım ümidini üzən millətimlə. Dünyanın üstünə qaldırdın yetər, bu dünyanın dərdinə dözən millətəm. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərin qarşısında, onların ruhlarının qarşısında baş əyirəm. Mən də gələcəkdə əsgər olacağam. Onların elədiyi işləri davam edəcəm.